Salam, dəyərli dinləyicilər. 10 avqust tarixinin ulduz falı ilə tanış olun. Hər birinizə xeyirli və pozitiv gün arzulayıram. Qoç. Əziz qoçlar, bugün içinizdə sanki bir vulkan qaynayacaq. Səhər saatlarından etibarən özünüzü inanılmaz dərəcədə enerjili və bitməyən bir iş gücünə hazır hiss edəcəksiniz. Amma bir qədər diqqətli olun. Tez bazar iş görüm deyib səbirsizlik etmək sizə xırda səhvlər bahasına başa gələ bilər. Günün ikinci yarısında heç gözləmədiyiniz bir köhnə dostdan maraqlı zəng gələcək. Ola bilsin ki, bu söhbət sizə yeni bir ideyanın qapılarını açsın. Axşamı isə ancaq özünüzə həsr edin. Sevdiyiniz musiqini qoşun, bir fincan çay süzün və sadəcə anın dadını çıxarın. Şans bugün cəsarətli addım atanların tərəfindədir. Buğa. Dəyərli buğalar, avqustun 10-u sizin üçün tam mənası ilə harmoniya və sükunət vəd edir. Son günlər maddi məsələlər və işdəki gərginlik sizi biraz yormuşdu, elə deyilmi? Narahat olmayın, bugün hər şey öz axarına düşür. Karyera ilə bağlı etdiyiniz səbirlərin bəhrəsini görməyə başlayacaqsınız. Çoxdandır planlaşdırdığınız bir alış-veriş üçün əla gündür, amma yenə də büdcəni tam boşaltmamaq şərtlə. Axşam saatlarında ailə üzvləri və ya ən yaxın dostlarla bir araya gəlmək sizə inanılmaz bir mənəvi rahatlıq verəcək. Səmimiyyətin və ləzzətli yeməklərin dadını çıxarın, bugün sizin gününüzdür. Əkizlər. Salam, həyat dolu əkizlər. Bugün sizin ünsiyyət qabiliyyətiniz pik həddə çatacaq. Diliniz o qədər şirin olacaq ki, ən çətin adamı belə asanlıqla öz tərəfinizə çəkə biləcəksiniz. İş yerində və ya şəxsi həyatınızda əvvəllər düyünə düşmüş bir məsələ var idisə, bugün bir neçə xoş sözlə onu həll edəcəksiniz. Səfərlər, qısa gəzintilər və yeni məlumatlar öyrənmək üçün mükəmməl zamandır. Sadəcə eyni anda 5 fərqli işdən yapışmayın, diqqətinizi əsas hədəfə yönəldin. Axşam saatlarında gələcək gözlənilməz bir dəvətə yox deməyin. Kim bilir, bəlkə də yeni və maraqlı bir hekayə ilə oradan başlayacaq. Xərçəng. Əziz xərçənglər, bugün intuisiyanız sanki bir radar kimi işləyir. İçinizdəki o kiçik səs sizə nə deyirsə, ona mütləq qulaq asın, çünki yanılmayacaqsınız. 10 avqust sizin üçün həm də maliyyə baxımından sürprizlərlə doludur. Gözləmədiyiniz bir yerdən gələn pul və ya faydalı bir təklif üzünüzü güldürə bilər. Lakin bugün həm də sevdiklərinizin qayğısına qalmaq üçün əla fürsətdir. Yaxın bir insanın sadəcə sizin səmimi söhbətinizə və dəstəyinizə ehtiyacı ola bilər. Axşamı sakit bir mühitdə ehtiraslı bir film izləyərək və ya sevimli kitabınızı oxuyaraq keçirmək ruhunuza çox yaxşı gələcək. Şir. Səhnənin həqiqi ulduzları, əziz şirlər. Avqust ayı sizin ayınızdır və bugünkü enerjinizlə ətrafınızdakı hər kəsi heyran qoyacaqsınız. Özünüzə olan inamınız yüksəkdir, cazibəniz isə danılmazdır. İşdə və ya cəmiyyət içində liderlik xüsusiyyətlərinizi nümayiş etdirmək üçün bundan yaxşı vaxt ola bilməz. Böyük layihələr, yeni tanışlıqlar və önəmli görüşlər sizə uğur gətirəcək. Amma kiçik bir məsləhət, ətrafınızdakı insanların da fikirlərinə dəyər verdiyinizi göstərin, bu nüfuzunuzu 1-ə 5 artıracaq. Günün sonunda özünüzü mükafatlandırmağı unutmayın. Siz həqiqətən də ən yaxşısına layiqsiniz. Qız. Dəyərli qızlar, biliyiniz və detallara olan diqqətiniz bugün yenə karınıza gələcək. Başqalarının gözündən qaçan ən xırda nüansları belə görüb, hər kəsi xilas edəcək adam məhz sizsiniz. İş yerində nizam-intizam yaratmaq və yarımçıq qalmış işləri bitirmək üçün çox məhsuldar gündür. Amma özünüzə qarşı bu qədər də tənqidi yanaşmayın. Hər şey mükəmməl olmalıdır deyib özünüzü yormaqdan əl çəkin, bəzən yaxşı nəticə ilə mükəmməlin özüdür. Günün ikinci yarısında sağlamlığınıza vaxt ayırın. Təmiz havada qısa bir gəzinti və rasionunuza əlavə edəcəyiniz faydalı bir dəyişiklik sizə gümrahlıq bəxş edəcək. Tərəzi. Əziz tərəzilər, bugün həyatınızın hər sahəsində zəriflik, estetika və balans ön planda olacaq. Kollektivdə və ya dost məclisində küsürləri barışdıran, abu-havanı yumşaldan o gözəl sülh elçisi siz olacaqsınız. Şəxsi həyatınızda isə romantik rüzgarlar əsir.
Əgər həyatınızda kimsə varsa, onunla çox səmimi və yadda qalan bir gün keçirə bilərsiniz. Subay tərəzilər üçün isə maraqlı bir göz təması və ya gözlənilməz tanışlıq ehtimalı var. Qərar verərkən çox da tərəddüd etməyin, bugün ilk hissinizi əsas götürün. Gülümseyin, çünki ulduzlar bugün sizin cazibənizi 2 qat artırır. Əqrəb. Sirli və dözümlü əqrəblər, 10 avqust sizin üçün dönüş nöqtəsi ola bilər. İçinizdə uzun müddətdir bəslədiyiniz bir hədəf və ya strategiya artıq real bəhrəsini verməyə hazırdır. Bugün heç kəsin görmədiyini görəcək, insanların əsl niyyətlərini bir baxışdan oxuyacaqsınız. İş həyatında cəsarətli addımlar atmaqdan qorxmayın. Önünüzə çıxan maneələr sizi qətiyyən qorxutmasın, çünki iradəniz hər cür çətinliyin öhdəsindən gəlməyə qadirdir. Axşam saatlarında isə sevdiyiniz insanla baş-başa qalmaq, dərin və mənalı söhbətlər etmək ruhunuzdakı bütün gərginliyi silib aparacaq. Ox atan. Salam, azadlıq aşiqi ox atanlar. İçinizdəki kəşf etmək ehtirası bugün yenidən baş qaldırır. Rutin işlər və dar çərçivələr bugün sizə biraz sıxıcı gələ bilər. Əgər imkanınız varsa, kiçik bir səyahətə çıxın ya da heç olmasa, indiyə qədər getmədiyiniz yeni bir məkana baş çəkin. Yeni mədəniyyətlər öyrənmək, maraqlı insanlarla tanış olmaq sizə bir həftəlik enerji verəcək. Günün ikinci yarısında uzaqda yaşayan bir dostunuzdan xoş xəbər ala bilərsiniz. Həyatı çox da ciddiyə almayın, içinizdəki o şən və pozitiv uşağı bugün sərbəst buraxın. Oğlaq. Əziz oğlaqlar, əzm və səbr sizin ikinci adınızdır. Bugün karyeranız və gələcək planlarınızla bağlı çox önəmli bir gün ola bilər. Rəhbərlik və ya iş yoldaşlarınız sizin məsuliyyətinizi və peşəkarlığınızı yüksək qiymətləndirəcək. Kənardan biraz ciddi və soyuq görünə bilərsiniz, amma içinizdəki isti qəlbi sevdiklərinizdən əsirgəməyin. Bugün həm də uzun müddətli maliyyə yatırımları və büdcə planlaması üçün ideal zamandır. Bütün günü işləməklə keçirməyin, axşam saatlarında ailənizlə birlikdə içilən bir fincan isti çay bütün həftənin yorğunluğunu çıxartmağa bəs edəcək. Dolça. Yenilikçi və azad ruhlu dolçalar, bugün beyniniz sanki yeni ideyalar verən bir generator kimi işləyəcək. Standartlardan kənar düşüncələrinizlə hər kəsi təəccübləndirməyə hazır olun. Çoxdandır həllini tapmayan bir problemə elə orijinal bir həll yolu tapacaqsınız ki, ətrafınızdakılar yalnız afərin deyəcək. Cəmiyyət içində olmaq, dostlarla gələcək layihələri müzakirə etmək üçün mükəmməl gündür. Şəxsi münasibətlərdə isə səmimiyyət və dostluq hissi ön planda olacaq. Bugün kiçik sürprizlərə açıq olun, kainatın sizin üçün hazırladığı xoş anları qaçırmayın. Balıq. Əziz və həssas balıqlar, bugün sizin üçün tam bir ilham və sevgi günüdür. Xəyal gücünüz sərhəd tanımır. Əgər yaradıcı bir işlə məşğulsunuzsa, 10 avqust sizə şedevrlər yaratmaq imkanı verəcək. İnsanların hisslərini o qədər yaxşı anlayacaqsınız ki, yaxınlarınız təsəlli tapmaq üçün məhz sizin yanınıza gələcəklər. Amma öz enerjinizi də qorumağı unutmayın, o başqalarının dərdini öz yükünüzə çevirməyin. Günün sonunu sakitlikdə, sevdiyiniz musiqinin sədaları altında və ya dəniz kənarında gəzərək keçirmək mənəvi balansınızı tam bərpa edəcək. Ulduzlar sizə istiqamət versə də, həyatınızın sükanı öz əlinizdədir. Gününüz sevgi və uğurla keçsin. Sabahadək.